Allah qiyamət günü məlum olduğu kimi, hamıya məlumdur ki, qiyamət günü yevmül hesabdır, yəni hesab günüdür. İnsanları sorğu-sual eləyəcək. İnsanlar hesaba çəkiləcək. Özdə bu hesab kitab elə şəkildə olacaq ki, insanlarda üzür yeri qalmayacaq. Yəni, belə deyək də, hardasa qaranlıq bir nöqtə qalmayacaq, bəhanə gətirmək yeri qalmayacaq. Buradakı düşündüyümüz cavablar var ya, orada deyərik ki, belə idi, onların çoxsu orada işləməyəcək. O, başqa bir hesab meyarlarıdır, tamam fərqlidir. Soruşacaq, bunu niyə elədin, bunu niyə eləmədin, bu suallar olacaq. Nə üçün elədin, nə üçün eləmədin? Biz adətən ola bilər deyək ki, məsələn, mən bacarmadım.